Leyla, ümumiyyətlə trendə qoşulmusan? Ümumiyyətlə trendə qoşulmuşammı? Xatırlamıram trendə qoşulduğumu. Qoşulsam da çox yüngül, yəqin ki, heç, Doğrudan. hə, ola Məsələn, nəyə bilər. qoşulmusan? Deyəcəm nəyə qoşulmuşam. Bu şey trendləri var idi. Məsələn, kofe və yaxud da çay, nə bilim, gün yatmaq və yaxud da gəzmək, belə seçirsən, hə, yox. Aha. Bu tip trendlərə qoşulmuşam bir dəfə məncə. Bir dəfə, iki dəfə, onu da uşaqlarla qoşulmuşam. Buna deyə bilərik ki, o trendin daha müsbət bir Hə. versiyası. Bugün danışacağımız mövzu trendlər və viral olan videolar haqqındadır. Bunun başqa necə adlanır? Challenge adlanır. Challenge da deyirlər. Challenge'lar da deyirlər. Viral olan videolar, trendlər, bunların psixoloji təsirləri haqqında danışmaq istəyirik. Hər gün bəlkə də bunun fərqli növləri Instagramda, digər platformalarda, TikTok olsun, qabağımız. Adını düz deyə bilmirəm çünki platformadan istifadə edə bilmirəm deyə. TikTokdur və bir də Instagram kimi platformalarda tez-tez qabağımıza çıxa bilər. Baxanda kənardan çox əyləncəli görünür. Bir çox trendlər kənardan həm əyləncəli görünür, həm daha doğrusu yeniyetmələr üçün deyəcəm, təhlükəsiz görünür. Çünki biraz daha yaş almış və yaxud da daha çox düşünən insanlar bunu, yəni dərinə gedib düşünür ki, yox, bu bir təhlükəli bir şeylərdir. Ən pisi də odur ki, bu trendlərə ən çox qoşulan və ən çox izləyən elə gənclər, yeniyetmələrdir, uşaqlardır ki, bu trendləri izləyirlər. Ona görə biz bugün bu mövzunu əhatə etmək istədik ki, bəlkə uşaqlar da bizi izləyər, gənclər də bizi izləyər və valideynlər izləyər, kənardan digər insanlar da izləyib bir-birinə bununla bağlı bir faydalı məlumat ötürər. Bizim vaxtımızda, səhv eləmirəmsə, bizim vaxtımızda kitabla bağlı challenge'lar olurdu. Məsələn, estafeti ötürmək kimi. Mən bu ay nə bilim 5 kitab oxumuşam, estafeti sənə ötürürəm, sən neçə kitab oxumusan kimi belə maraqlı challenge'lar olurdu. Onlar maraqlı idi, faydalı idi. Çox az adam qoşulurdu amma bu gün qeyd etdiyimiz kimi çox belə fəsadları görülən, təhlükəsinin fərqinə varılmayan, hansı ki o məsələlər də çox qaldırılmır, göstərilmir ki, bunun sonluğu nə ilə nəticələnə bilər. Biz əslində Leyla ilə onlara baxdıq, bir neçəsinə baxdıq və o qədər qorxulu gəldi ki, Leyla ilə fikirləşdik ki, bizdə belə bir şey var ki, biz nəyisə haqqında danışırıqsa və onu göstəririksə, bir yerdə də onu insanlar, bilməyən insanlar da göstərmiş olur və maraq yaratmış oluruq. Yadına salmış oluruq. Yəni bilmirsə, bunu bir növ maarifləndirmiş də oluruq ki, ona görə bugün əsas məsələmiz heç bir şəkildə heç bir trendi və yaxud da challenge-in adını və s. hallandırmadan sadəcə ümumi olaraq danışacağıq. Çünki bizim bugün danışdığımız trendlər əsasən təhlükəli olan trendlərdən danışacağıq ki, biz və gənclər, uşaqlar bunlardan necə özünü qorusun və bunu necə ayırd etsin ki, mən buna həqiqi mənada, mən bayaq dediyim kimi, vaxtı ilə mən də uşaqlarla qoşulmuşam və uşaqların təklifi olubdu ki, bu həqiqətən çox əyləncəli, gülməli və bir yerdə bir-birimizi tanımaq naminə olan bir iş idi. Bir də var ki, insanların həyatı artıq burada çox belə riskli hala gəlib çıxır. Çünki burada həm fiziki, həm psixoloji fəsadlar var. Biz indi psixoloji tərəfini danışırıq, amma fiziki tərəfləri də kifayət qədər çoxdur. Deyə bilərsiniz ki, nə var ki, burada əyləncədir. Biz əyləncə tərəfini danışmırıq onsuz da. O əyləncə hansı ki, maarifləndirmə, faydalı olan tərəflərini demirik də, bunun digər tərəfləri, hansı ki, fəsadlar törədən tərəfləri və ciddi şəkildə bundan fiziki fəsadlar alan insanlar var. Bu fiziki fəsadla yanaşı da bayaq bunu ilə Leyla ilə bağlı da araşdırırdıq ki, məsələn, psixoloji olaraq nə kimi bir bu insanlarda problem ola bilər ki, belə bir trendlərə, challenge-lara qoşulsunlar. Daha çox Leylanın dediyi kimi gənclərdə və yeniyetmələrdə görülür bu. Çünki bildiyimiz kimi o dönəm kimlik böhranı yaşadıkları dönəmdir.
orada mən demək olar ki, tamamlanmayıb, parçalanmış bir formadadır Formadadır. və özlərini axtarırlar bir Axtarırlar. yerdə. Bir qrupa özlərini aid etmək istəyirlər ki, bizim vaxtımızda yenə də qayıdacağıq ora. Bizim vaxtımızda canlı qruplar idi. Tamam, onlar da çox da belə qruplar deyildi. Fərqli qruplar var idi və insanlar o qruplara qoşulurdu. Hətta geyim falan, yəni bilirdin artıq ki, kim hansı qrupdadır. İndiki qruplar daha çox sosialdadır və insanlar, gənclər özlərini hansısa sosial qrupa aid etməsini istəyir. Belə deyim, trenddən geri qalmamasını istəyir ki, birdən mən geri qalaram. Bu deməkdir ki, mən kənarda qalmış oluram, mən bəyənilmirəm, məni digərləri görməyəcək və s. kimi düşüncələrlə bir trendə qoşulub onunla bərabər gedirlər. Biz buna deyə bilərikmi? Məsələn, ailəsi və ətraf tərəfindən qəbul edilməyən uşaqların, məsələn, deyək ki, bir dəfə bu videonu çəkdi və layklar aldı, paylaşıldı, edildi və o sosial şəbəkədəki olan insanlar tərəfindən qəbul edilmiş kimi bir şey yansıyır ona ki, sanki mən burada qəbul edildim. Demək odur ki, mən burada fəaliyyətimi davam etdirməliyəm. Yəni real həyata ehtiyacım yoxdur, çünki real həyatda məni ailəm qəbul edir. Nə məktəbdə, deyək ki, məktəbdə bullyinqə deyək ki, məruz qalır məsələn. Və yaxud gənc ətrafda. Bu fərqi yoxdur, yaşından asılı olmayaraq böyüklər də ola bilər ki, orada qəbul edilmir. Tam bununla bağlamaya da bilərik. Nəyə görə? Çünki biz bilirik, sən dediyin kimi də, yeniyetməlik dövrü elə bir dövrdür ki, o tamamilə bir şəxsiyyətin, bir insanın parçalanıb yenidən bir şəxsiyyətə dönüşdüyü bir dönəmdir və o dönəmdə ailə tərəfdən çox da qəbul da edilə bilərsən, çox yaxşı münasibətlərin də ola bilər. Amma digər tərəfdən o yeniyetməlik özünü göstərir və sən ilk əyləncə xatirinə başlaya bilərsən bu trendə, bunu bir yoxlayın, buna bir baxın. Daha sonra əslində yeniyetməlik dövründə bir nəfər tərəfindən belə bəyənilməsən, o artıq bir faciəyə çevrilməyə. Mütləq deyil ki, ailə tərəfindən, məsələn, bir dost, bir qız və yaxud da bir oğlana simpatiya duyarsan, onun tərəfindən qəbul edilməmək artıq belə bir faciəyə çevrilir. Bunu nəyə görə dedim? Çünki adətən yeniyetmələr valideynləri ilə çoxları problem yaşadıqlarını zənn edirlər. Çünki böyük bir isyanları var valideynlərə qarşı və məni belə qəbul etməliyi ilə bağlı həmişə şeydir. Məni belə qəbul. Əslində tam valideynlərə qarşı deyil də, dünyaya qarşı isyanlar var. Əslində isyan dünyaya qarşıdır. Sadəcə ən çox kim belə deyək, yanında olur. Valideyn yanında olur və hər halınla qəbul etdiyi üçün o isyanı ən çox valideynə göstərə bilir. Məsələn, kənarda bir dostuna bu isyanı göstərsin, uzaqbaşı dostu üçün çıxıb gedəcək. Yəni ona çox göstərməyəcək bu isyanı və yaxud da bir başqasına. Ona görə bu isyan adətən daha çox, məsələn, bilirsən ki, burada sən nə qədər də fərqli şəkildə sevilsən belə, məsələn, yeniyetmələrin düşüncəsi odur ki, mən istədiyim kimi sevmir və yaxud da yetərincə sevmir. Amma ən azından bilir ki, yəni bu şəkildə də olsa yanındadır da. Ona görə isyanı ilk növbədə təbii olaraq valideynlərə göstərir. Mən bir şey də demək istəyirəm, sənin də fikrini alım, asılılıqlarla bağlı. Bu internet asılılığı, bu indi biz o deməliyik ki, videonu uşaq yeniyetmə üzərindən çəkirik. Əslində böyüklərdə də görülən internet asılılığı. Hansı ki, bu real dünyada, indi dünyadan uzaqlaşmaq, tamamilə özünü həmin o sosial şəbəkənin içərisinə var eləməyə çalışmaq. Asılılıq nə deməkdir? Onu da deyək. İndi buradan ora keçid sürətli oldu, amma ən azından insanlar bilsinlər ki, asılılıq nəyi adlandırır biz. Asılılıq odur ki, məsələn, əlində telefon olmayanda buna dözə bilmirsən, dayana bilmirsən. Bu sənin üçün dözülməz bir hal olur. Günün böyük bir saatları vaxtını orada keçirirsən. Deyək ki, evdə işıqlar sönüb, heç bir şəkildə reallıqla əlaqə qura bilmirsən. Tamamilə fikrin o işıqların nə vaxt gəlməsi, nə vaxt gələcəyi, nə vaxt mən ora girəcəm və hər gün səhər tezdən yuxudan durursan ki, orada kim səni bəyənib, kim səni izləməyə başlayıb. Yəni bu asılılıqdır və bu olmayanda özü çox istirab içərisində hiss edirsən.
Olanda isə özü daha yaxşı hiss edirsən. Bir yerdə təbii ki, insanı tükətməyə başlayır həmin asılıqlarda belə bir şey var. İlk dönəmlər səni yaxşı hiss elətdirə bilər, o dopamin alırsan. Bir müddətdən sonra isə artıq tükənmiş vəziyyətə gəlirsən, fiziki olaraq, psixoloji olaraq və həmin o şeyin içərisinə düşürsən, quyunun içərisinə düşürsən. Yəni bu trendlərə qoşulan insanların bir çoxunda onu da görmək mümkündür. Çalışırlar ki, nəsə yeni bir şey çıxdısa, orada onu göstərsinlər, nümayiş elətdirsinlər. Biz dediğin gibi daha çok gençlerin üzerinden getdik. Çünkü daha çok bunu biz gençlerde görürük. Amma gəl açıq danışaq ki, bir çox hallarda məsələn yaşını başına almış insanlar tərəfindən elə bir trend videolara qoşulduqlarını görürük ki, hətta altındakı kommentariyaların ən belə şey olur ki, şükür bugün mən atamı və yaxud da anamı bu videoda görmədim kimi kommentlər olur. Bunu ən əsas səbəblərdən biri nə ilə bağlaya bilərik? Əslində belə deyək də, o insanların yaşam tərzləri tam fərqli olubdur. Yəni onlar sosial şəbəkə ilə, sosial həyatla ümumiyyətlə böyüməyiblər, əlaqədə olmayıblar və birdən-birə ki, o sosial həyat onlara verilir və birdən-birə real həyatdan kənarlaşırlar. Çünki biz bilirik ki, daha əvvəl necə böyüyüblər, hər kəs bir yerdə bir-birinə qonaq getmək, gəlmək, yəni həqiqi mənada sosial həyat var idi. Real sosial həyat var idi və birdən-birə bu sosial həyat əllərindən alınır. Artıq heç kəs bir-birinə o dərəcədə qonaq gedib gəlmir və s. və hər kəs işə getdi, evə gəldi. Evdə uşaqlar nə ilə məşğuldur? Telefonla. Qalır 2 nəfər, o 2 nəfər də bir-birinə baxır, axırı yəni onlarda da bu maraq oyanır. Bu maraq oyandıqdan sonra nə edirlər? Onlar da başlayırlar baxmağa və niyə də mən də diqqət çəkməyim, niyə də mən də bunu yoxlamayım kimi düşüncə ilə qatılırlar bu trendlərə. Yaşlılar tərəfindən deyə bilmərəm ki, təhlükəli bir trendlərə qoşulurlar. Əsasən təhlükəli trendlər. Onlar daha çox belə deyim də əyləncəli, nə bilim belə bu tip trendlərə qoşulurlar. Amma əsas təhlükəli trendlərə qoşulanlar gənclərdir. Ki bunu nə ilə əlaqələndirirlər? Çünki biz bilirik ki, bu qərar qəbul etmə, özünü idarə etmə, emosiyalarını idarə etmə yeniyetməlik dövründə daha çətindir. Tam formalaşmamış olur. Hələ inkişaf formasında olur və o ərəfədə riski tam anlaya bilmir. Riski, bunun başına gələcək, o ölçək olmadığı üçün daha çox belə gördü, etdi. Mənə deyirlər, deyirdilər o qanı qaynayan vaxtı. Qanı qaynayan vaxt nə deməkdir? Yəni heç nədən qorxmadan, sanki o ölüm qorxusu tamamilə alınıb ondan və rahat şəkildə o adrenalin yaşamaq üzərindən gedir, onu yaşamaq istəyir, dadına baxmaq istəyir. Amma yaş artdıqca həmin o insanlar fikirləşir, mən cavanlığımda nələr eləmişəm, indi olsaydı məsələn eləməzdim bunu. O vaxt zaman keçdikcə onun təhlükəsi, nə qədər təhlükəli olduğunun fərqinə varırlar. Bunun üçün indi biz bunları deyirik ümumi olaraq. Məsələn, nə etmək olar həmin o gənclər üçün, yeniyetmələr üçün ki, belə ağla sığmaz o trendlərdən belə bir şey deyərdim. Məsələn, uzaq dayansınlar. Məktəblərdə bilirəm ki, kiber təhlükəsizliklə bağlı bir görüşlər olur, bir psixoloq tərəfdən və s. Kiber təhlükəsizlik. Bu nədir? Sosial şəbəkələrdə kimlərləsə tanış olmaq, onlara məlumat ötürmək və s. Bununla bağlı məlumatlandırma olur. Mən düşünürəm ki, bu trendlərlə də bağlı üstü qapalı təbii ki şəkildə, yəni biz bugün necə danışırıqsa, o şəkildə, yoxsa bu trend var, baxın uşaqlar bu trendə qoşulmayın kimi ki 30 məsələn sinifdə 30 nəfər varsa 100% ki 30 nəfərdən 5-i bunu bilir, qalan 25-i bilmir. Artıq qalan o 25-i də bilir və onda maraq doğurur. Biz bugün özümüz də nə isə gördüyümüz zaman, nə isə eşitdiyimiz zaman, bunu haqqda bilmədiyimizdə nə edirik? Tez onu araşdırmağa başlayırıq. Yəni görəsən bu nədir? Bununla bağlı məlumatımız yoxdur. Bir baxaq görə bu nədir?
maarifləndirmək düşünürəm ki, yaxşı olardı. Uşaqlarda dünya görüşünü inkişaf elətdirmək, xüsusən də bu yeniyetməlik dönəmində valideynlərin həmişə onların yanında olması, şey olaraq, yəni mənlə yanında olması, fiziki olaraq da olmaya bilər. Kritik düşüncə, Tənqidi düşüncənin formalaşdırılması, tənqidi düşüncənin formalaşdırılması çox buna önəmlidir. çox az yer verilir əslində, istər tədris prosesində, istər digər yerlərdə çox az yer alır, amma tənqidi düşüncə çox gözəl bir şeydir. Həqiqi mənada çox gözəl bir şeydir və uşaqlar əslində demək olar ki, bu düşüncə ilə doğulurlar. Yəni biz bilirik ki, uşaq danışmağa başladığı zaman nə edir? Sorğuluyur, niyə? Hətta indi balaca uşaqları olan varsa, bilin ki, bu çox gözəl bir şeydir və çalışın balaca alimlərdir. O sualları davamlı şəkildə cavablandırın ki, bu tərəfdən də tənqidi düşüncə onlardan getməsin, daha da çox maraq yaransın ki, bundan sonraki nəsil əslində uşaqlar daha sorğulayıcıdırlar, çox sorğuluyurlar. Mən burada məsələn həmişə onu deyirəm ki, uşaq hər cür sualı verə bilər. Ola bilsin ki, valideyn onun cavabını Bilmir. Onu cavabsız qoymaqdansa deyə bilər ki, bala mən bunu bilmirəm sənin kimi, amma araşdıraram, sənə deyərəm, paylaşaram səninlə. Və yaxud da gəl birlikdə araşdıraq. Gəl bir ən qəşəngi o, gəl bir yerdə araşdıraq. O da məsələn maraqlıdır. Məsələn, açaq gəl, bu dəqiqə YouTube-da demək olar ki, yəni istənilən mövzu ilə istənilən cavablar var, hətta videolar var, məsələn uşaq formasında. Gəl açaq buna bir baxaq, bununla bağlı maraqlanaq. Yəni belə hər iki tərəf də orada inkişaf eləyəcək bu arada. Həm valideyn də, həm uşaq da o uşaqlıq dönəminə və əsas məsələ inkişafdan əlavə orada çox gözəl bir bağ yaranır, əlaqə yaranır və uşaqda belə bir düşüncə də yaranır ki, həm mükəmməliyyətçi ilə bağlıdır. Həm mənim valideynim məsələn bunu bilmir və bu bir problem deyil. Bilməməsi normal bir şeydir. Valideynlər daha çox uşaqlarının sakit, mükəmməl, hər şeyə cavab verməsin, mən nə istəyirəmsə onu eləsin demir. Ona görə o tənqidi yanaşma formalaşmır. Çünki o uşağa icazə verilmədiyi üçün uşaqda necə tənqidi yanaşma formalaşsın? Bunların önünü almaq üçün o tənqidin elanı dediyi kimi tənqidi yanaşmanın formalaşması, valideynlərin övladlarına dəstək olması, yanlarında olması, yəni absurd o şeylər var, edilir. O absurd şəkildə edilən o fiziki təhlükəsi çox böyük olan trend. Hətta mən deyərdim ki, uşaqlarla bir yerdə trendlərə qoşulsunlar. Nəyə görə? Bunun izahını verim. Siz uşaqlarla bir yerdə trendlərə qoşulduğunuz zaman mütləq deyil ki, bu trendlər yayılsın, paylaşılsın və s. Uşaq hər gördüyü trendi gəlib sizinlə paylaşacaq. Və sizin də xəbəriniz olacaq buna. Hətta yeniyetmə belə bu trendi sizinlə paylaşdığınız üçün siz bunu biləcəksiniz və sizin o trendi izah etməyiniz daha rahat olacaq. Nəinki məsələn, bu nədir, mənasız bir şeydir deyib kənara çəkilməkdənsə ki, bir də yaxınlaşmayacaq sənə. Bir də bir şey var da, mən indi çox görürəm bunu. Çox kiçik yaşda uşaqlara bu telefonları verirlər. Çox kiçik yaşda, məktəbə qədər hətta yaşlarda telefonları verirlər. Uşaqlar TikTokda bütün trendləri izləyirlər və bütün günün güzgünün qabağında, nə bilim, dostları ilə trend çəkirlər. Yəni o deyil də, bu yaşda uşaq, nə bilim, həyətdə oynamalıdır, uşaqlarla, oyuncaqlarla oynamalıdır. Bu çox gözəl oyunlar idi əslində. İndi biz deyəcəyik bizim vaxtımızda, amma bunlar inkişaf etmək üçün çox gözəl oyunlardı. Ana-bala oyunları oynayırdı, nə bilim, müəllim-şagird oyunları oynanılırdı. İndi yarpaqlar pullara çevrilirdi falan. Yəni bunların hamısı nə deməkdir? Bunlar tənqidi düşüncədir. Bu gün sən uşağa həyətdə desən ki, gəl məsələn mağaza oynayaq, deyəcək ki, hə, pulu hardan tapaq? Pul necə olacaq? Yəni onun ağlına o gəlməyəcək ki, mən yarpağı pul kimi istifadə edə bilərəm. O daha çox həqiqi pula fokuslanacaq. Çünki valideynlər, yəni başqa cür bunu biz indi deyirik ki, hə bu gün bizim hər bir şəraitimiz var, hər bir oyuncağımız var və s. və ilaxır. Amma bu tənqidi düşüncənin formalaşması üçün bəzi yerlərdə həqiqi mənada uşaqların bir baş-başa qalması, nə bilim, bir şeylərlə bir boş otaqda, o deyir uşaq darıxmalıdır.
Biz məsələn qoymuruq uşaq İcazə darıxsın. vermir darıxsın. Yox, nə danışırsan? Darıxırsan, al onda telefonu, al bunu elə. Qoy darıxsın. Darıxdığı vaxt o demək deyil, uşağı bütün günü özünlə baş-başa buraxmalısan. Özü də oyun, uşaqlar Hə. yəni özləri də oyun formalaşdırırlar. Hə, özləri çox gözəl oyunlar Yadındazdsa biz formalaşdırırlar. özümüzün elə uşaqlığımızı xatırlasaq, cürbəcür oyunlar düzəldirik. Məsələn, bizdə o mənim ofisim var, sənin ofisin var, sən mənə kağızları gətirdi, kitabların kağızlarını, qələmi. Çox belə Hər kəs irəli belə getmişsiniz. hər kəs belə öz ofisində çalışır, eləyir. Nə bilim, yerdə olan çöpləri yığırdıq, onlara müəyyən bir anlamlar, fərqli-fərqli oyunlar düzəldik. Yəni uşaq elədir ki, yəni onun oyuncağı olmasa belə bir şeylərdən oyun formalaşdıra bilir. Onun dünyası odur, dünyaya tamamilə başqa cür baxır. Mən bundan yola çıxmayım bu arada. Mən başqa bir mövzuya toxunmaq istəyirəm. Sosial media üzərində təhlükəli dediyimiz şeylərin normallaşdırılması var. Bunu deyəcəm, çünki artıq yemi pozuntuları ilə əlaqəli olan bir şeydir. Sənə də göndərmişdim həmin videonu. Yeni bir trend çıxıb, qadınların fiziki olaraq anoreksiyaya yaxın bir formada bədən quruluşlarını etmələri və bunun sanki sağlam bir şey olması və belə də olmalıymış kimi bədən formaları üzərində çox trendlər var. Məsələn, yemək elə. Bu məsəl üçün mənə görə ən dəhşətli, o YouTube üzərində də var bu, Instagram üzərində də var. O yemək yediyi üçün burada pointlar, nə bilim, TikTok üzərindən. Mən hələ də o məntiqi ilə yalan deyim, o videolar arada çıxır qarşıma. İnsanlar canlı yayım açır və yemək yeyirlər. Yemək yeyirlər və bəzi hallarda indi digər ölkələrdə görməmişəm, yalan deyirəm. Amma bəzi hallarda o qədər eybəcər şəkildə, yəni həqiqi mənada bunu əslində eybəcər etmə şəkilləri də qarşı tərəfdən onu ilə bağlı geri dönüş almalarıdır. Çünki bir dəfə, iki dəfə eləyib bunu yoxlayıb, görüb ki, geri dönüş alır və davam etməyə başlayır. Yəni sürəkli davam edir, bu şəkildə videolar çəkir. Məsələn, bu təhlükəlidir, çox təhlükəlidir. Hətta bundan ölən insanlar var. Bu hissəni artıq yetişkinlər üçün danışırıq. Bunun həyatını itirən insanlar var, çox yemək yemədən. Hətta çox nümunələr var. İlk trendə başlayanda, həmin çəkilişlərə başlayanda video çəkilişində çox arıq biridir. Zamanla necə kökəldiyini göstərir məsələn. Və yaxud da qızların gənc modellərə özlərini ayaqlaşdırması, onlar kimi müəyyən qidalardan az istifadə etmək, müəyyən diyetalardan istifadə etmək, fiziki quruluşlarını sanki belə olmusan, beləsinsə, bu qədər arıqlığa sahibsənsə, demək gözəl sayılırsan deyə gözəllik anlayışını fiziki görünüşlə əlaqələndirmək tam olaraq, yəni bərabərləşdirmək. Hansı ki, o gözəllik anlayışı dediyimiz fiziki quruluşa baxsaz, heç deməyəcəksiniz ki, bu gözəldir. Amma onların düşüncəsində bunu gözəl olaraq algılatmaq, yəni normalizə eləmək. Yəni bəzi şeylər var ki, sosial şəbəkə vasitəsilə bunun çox normal olduğu insanlara göstərilir ki, sanki belə də olmalıymış kimi. Amma sağlam insan, psixoloji olaraq sağlam insan buna baxanda deyəcək ki, bu yaxşı deyil axı. Ümumiyyətlə, biz indi görünüşdən yola çıxdıq. Görünüşdən də çox, həddindən artıq çox şeylər var, trendlər var. Sən dediyin kimi arıqlama ilə bağlı, nə bilim, bədənimi istədiyim kimi olduğu kimi qəbul edirəm, amma eyni zamanda məsələn biz bilirik ki, bir hədd var da ki, orada artıq bu təhlükəlidir. Nə bilim, digər hallarda makiyajı da qoydum bir kənara. Nə bilim, üzdə nədə görünüşdən əlavə bir də bir hissə var ki, günlük rutinlə bağlı. Məsələn, sən də ki görürsən bunu. Bir yerdə artıq insan özünü fikirləşsən ki, mən bu qədərmi bacarıqsızam, belə də mi olmalıdır? Bu qədərmi mən tənbələm, insanlar durur səhər açılandan 5:30-da oyanır, yoqasını edir, meditasiyasını edir. Yoqasından meditasiya əlavə. O bir neçə il bundan öncəkini idi. İndi yeniləri var. Mən sənə deyim, xəbərin yoxdursa. Məsələn, axşam üz baxımı deyilən bir şey var. Axşam üz baxımı, üz baxımını qoydum bir kənara, bir də əl baxımı çıxıb ortalığa. Yəni ələ 100 dənə maska sürtülür, əlcək taxılır, nə bilim xüsusi aparatura ilə nələrsə edilir. Deyə bilərsiniz ki,
Siz yəqin xarici səhifələrə baxmısınız, Azərbaycanda yoxdur. Bu elə ümumi olaraq dünya, Ümumi. Azərbaycan hər kəs buna qoşulub və bunu eləyir. Və yaxud gecədən saçlarını yığmaq, üzünü belə maska ilə örtmək, belini bağlamaq filan və səhər yuxudan durur 15 dənə bir şeyləri üzərindən çıxarır və bunu insanlara sanki normalmış kimi nümayiş Çox rahat elətdirirlər. bir şeymiş kimi və yaxud da idmanı, nə bilim, mən hər gün bu idmanları edirəm. Bir yerdə sağlam, tamam, idman çox yaxşı bir şeydir, sağlamlıq tərəfindən Baxım da razıyam. yaxşı bir şeydir. Baxım çox yaxşı bir şeydir, həqiqətən amma çox yaxşı. həddinin artıq olduğunu sən Hə, görürsən və axı sənə burada. bir şey göstərirlər ki, gün ərzində, məsələn, səhərdən axşama kimi rutinini göstərdi. Hər yer çox gözəldir, çox təmizdir, çox estetikdir. Nə bilim, gəldi, səhər tezdən bütün bu rutinlərini etdi, səhər yeməyini hazırladı, işə getdi, gəldi, nə bilim, bir çox kuloklarla gəldi, alış-veriş edib. Brendlər. Hə, brendlər, nə bilim. Yəni tamam, mən baxıb buna təsirlənməyə bilərəm, çünki mən bunun nə olduğunu bilirəm. Və yaxud da bir başqası, amma bir çox insan və yaxud da özümü də deməyəcəm, yalan deməyəcəm. Elə anlar olur ki, məsələn, heç bir şeyi çatdırmırsan və qabağına belə bir video çıxır və həqiqətən özünü sorğulamağa, Mükəmməl bir ana, mükəmməl bir qadın. sorğulamağa başlayırsan ki, necə olur? Bu insanlar necə hər şeyi çatdırır, sən heç bir şey Problem çatdırmırsan. məndəymiş. Problem yəqin məndədir də. Və bu problemlərlə yaşayan bir çox insanlar var. Hətta bir bloger var idi, mən bunu hər dəfəsində deyirəm, çünki bunu çox belə abartmışdı ki, bunu edirəm. Sadəcə bir forumda mən onun təsadüfən ağzından qaçırtdığı bir cümlədən tutdum ki, yox, özü etmirmiş bir çox şeyi. Sadəcə onun da çox köməyi var kənardan. Amma bloqda bunu bu şəkildə göstərmir. Mən hər şeyi özüm çatdırırım, mən hər şeyi özüm bacarıram, mən. Tamam, bu çox gözəl bir şeydir. Amma kənardan baxan insanlara bu tükənmişliyə, depressiya, əsasən də gənc anaları ki, onsuz da bu dönəmə öyrəşməyə çalışırlar, adaptasiya olmağa çalışırlar bütün bu proseslərə və orada qarşısına bir insan çıxır ki, hər şey mükəmməldir. Biz indi bunu danışdıq, ən azından bir təsəvvür formalaşdı sizdə. Bunun fəsadları dediyimiz kimi tək psixoloji deyil, fiziki və psixoloji fəsadlar görür insanlar bundan. Və normadan danışırıq biz. Bir norma odur ki, yəni balansdan, bildiyimiz bir balansdan aşağısı və yuxarısı, yəni varsa əgər zaten o norma pozulur. Amma bir də var ki, norma, məsələn, yuxudan durdun, əl üzünü yudun, bir maska elədin, bir dənə maska elədin, deyək ki, bu normadır. Yaxşı, 2 dənəsini elə. 2 dənə elədin, normadır. 3 dənə, deyək ki, 3 dənə qərar verdin, okey. Amma bu gəlib üzərində saatlarla 3 saat bunun üzərində dayanmaq, 3 cür, 4 cür krem istifadə eləmək, 5 cür maskadan istifadə eləmək və videoya baxırsınız ki, 1 saat videodur və hələ də davam edir. Yəni cürbəcür prosedurlar ard-arda davam edir və insanlarda yanlış gözəllik algısı formalaşır ki, demək mən də gözəl olmaq üçün bu qədər prosedur etməliyəm ki, mən özümü gözəl hiss edə bilim. Yəni bunun normasını bilmək lazım. Normasını biləndən sonra artıq burada insanlarda tək uşaqlarda uşaqlarda yeniyetmələrdə deyil, böyüklərdə də eyni şəkildə tənqidi o yanaşmanı formalaşdırmaq və daha çox reallıqla əlaqənin qurulmasına çalışmaq və anlamaq ki, biz həm keçən dəfə də danışmışdıq bununla bağlı, ördək sindromu deyilir buna. Sosial şəbəkədə hər şey gözəl şəkildə, mükəmməl şəkildə sizə nümayiş etdirilsə də bunun altda yatan fərqli problemləri var ki, hansı ki, onlar nümayiş elətdirilmir. Bununla bağlı da çalışıldı ki, bir ara bir trend də var idi. İndi böyüklər üçün olan trendlərin bəzilərini çəkirəm, çünki fikirləşirəm ki, bunları artıq hər kəs görüb. Və düşünə bilərlər də, hər halda tənqidi yanaşa bilərlər olar ki. Məsələn, xanımların ağlayaraq makiyaj etməsi bu yeni trendlərdən biridir artıq. Yəni ağlayaraq makiyaj eləməsi ki, yəni bizim həyatımız belə yolunda getmir, amma bir tərəfdən də makiyaj edir. Amma bir tərəfdən də güclüyəm. Yəni çox böyük bir ziddiyyət təşkil edir bu məsələ. Yox, o anda sən güclü olmaq məcburiyyətində deyilsən. Ağlamaq istəyirsənsə, özünü yaxşı hiss etmirsənsə, ağlaya bilərsən. Mən bunu hər zaman düşünürəm ki, həqiqi mənada bir insan özünü pis hiss edirsə,
özü ilə baş-başa qalması və yaxud da tamam özü ilə baş-başa qala bilmirsə, bir yaxını ilə bunu bölüşməsi, bunu ifadə etməsi daha sağlam olmazmı? Nəinki mən bunu sosial şəbəkə üzərindən bilmədiyim, görmədiyim, tanımadığım insanlara mən orada linçdə yeyəcəm, mən orada müxtəlif sözlər də eşidəcəm, kimsə məni təsəlli edəcək ki, niyə təsəlli edir, məsələn, problemimin məsələn nə olduğunu bilmir. Yəni bunun bu şəkildə normallaşdırılması da təbii ki, insanın həyatımızda çox şey baş verə bilər, amma bunu artıq mən ağlayıram, amma bir tərəfdən də güclüyəm. İndi makiyajımı eləyəcəm və gedəcəm bunun arxasıca, işimin arxasıca kimi deyil də. Elan dediyi kimi bu duyğular biz nə deyirik vaxtında, yerində, zamanında baş-başa qalmaq, duyğunu yaşamaq və yaxud da sənə yaxın olan insanla danışa bilərsən, müzakirə edə bilərsən, bir müddət o duyğu içərisində qala bilərsən. Çünki ən sağlamı budur ki, o duyğu bitməlidir, yaşamalısan, bitməlidir ki, növbəti mərhələyə atlayasan. Bunu da ziddiyyət təşkil edir. Bu o deməkdir ki, mən indiyə kimi sizinlə səmimi deyildim sosial şəbəkədə. Amma indi səmimi tərəfimi də göstərirəm sizə. Sizinlə ağlamağımı da bölüşürəm. Yəni edilən davranış çox ziddiyyətli təşkil eləyir. Yes. Bu da kənardan baxanda deyə bilərsiniz ki, hə, böyle səmimi oldu bizimlə, öz göz yaşlarını bizimlə bölüşdü, amma baxanda yenə də bu digər insanlara yaxşı bir mesaj ötürmüş olmur həmin trend. Ki biz bu trendləri biz hər zaman deyirik ki, hə, duyğular yaşanmalıdır yerində, zamanında və biz əgər bu duyğunu idarə edə bilmiriksə, bu duyğu artıq bir yerdə bizim belə deyək, depressiyaya çevrilirsə və digər məsələlərə çevrilirsə, biz bunu sosial şəbəkədən deyil də biz bunun üçün mütəxəssisdən kömək istəməliyik. Və insanlara biz bunu hər zaman mesaj olaraq bunu verməyə çalışırıq. Amma hal-hazırda trendlər fərqli göstərir ki, yox, mütəxəssisə getməyə ehtiyac yoxdur. Biz buradan ağlayıb digər tərəfdən güclü olacağıq. Biz demirik ki, güclü olmuyor, nə bilim, oturun bütün günü ağlayın. Yox, təbii ki. O da normal deyil. O da normal deyil. Sadəcə hal-hazırda mən ağlamaq istəyirəmsə, mən özümlə baş-başa qalım, ağlayım, görüm mənim ağlamaq səbəbim nədir? Mən bu duyğumun arxasında nələr dayanır? Niyə mən hal-hazırda bunu hiss edirəm? Mən kameranı açıb kameranın qarşısında ümumiyyətlə necə o duyğu ilə bərabər makiyaj edə bilərsən? Və niyə o makiyaj axmır məsələn? Mən şeyə getdim. Yəni demək istədiyimiz bu trendlərin qarşı tərəfə ötürdüyü. Təbii ki, bunu edən insanlar bir mənada onun fərqinə varmaya bilərlər, başqalarında görüblər deyə təkrarçılıq olaraq eləyirlər bunu ki, bir izləmə alsınlar, bir like alsınlar. Bayaq da sən deyirdin bir təcrübə ilə bağlı. İstəyirsən bu hissənidir. Hə, bu hissəni deyim, çünki bununla bağlı mənə maraqlı gəldi ki, bunun ümumiyyətlə bu sosial şəbəkə ilə, bu trendlərlə bağlı hansısa bir təcrübələr, tədqiqatlar aparılıbmı? Aparılıbdır, həqiqətən aparılıbdır. Və elə eyni qənaətə gəlinib ki, bəli, insanlar like, nə bilim, komment və s. aldıqları zaman dopamin yüksəlir və onlar bir anlıq bir o xoşbəxtliyi hiss edirlər və təbii ki, bu xoşbəxtliyi hiss etdikləri zaman nə istəyirlər? Bunun davamının gəlməsini istəyirlər. Stanforddan elədir. Hə, Stanford Universiteti, amma digər onların adını xatırlamıram indi. Digər alimlər də var idi ki, bununla bağlı araşdırmalar aparmışlar, amma nəticələr yenə də eyni qalır ki, insanlar sadəcə o like-ın arxasınca gedir və hətta digər araşdırmada belə bir qənaətə də gəlmişlər ki, bu like-lar insanların özgüvənlərini yüksəldir. Maraqlıdır, özgüvən onu ilə formalaşmadığını bilirik. Saxta bir özgüvən. Saxta özgüvən, hə. O sağlam, lakin özgüvənə o qədər təsir etmir. Çünki insan özgüvəni nədirsə odur. Yəni mən nə çəkdiyimi və ya nə iş gördüyümü bilirəmsə, mənim üçün okeydir. Bura like-ın çox gəlməsi və ya da az gəlməsi bu işin göstəricisi deyil ki, indi biz bugün bunu bilirik. Hətta məsələn TikTokda belə bir şey var ki, sırf trendlərlə gedir.
Sən əgər nə bilim qabağa düşmək istəyirsənsə və s. Əslində tək TikTokda deyil, deyəsən digərlərində də elə. Biz prosta bu şeylərdən uzaq olduğumuz üçün, trendlərlə deyil də düşüncələrimizlə hərəkət etdiyimiz üçün məsələn qabağa getmə, hətta mesajlar məsələn gəlir ki, hə, məsələn qabağa getmək istəyirsinizsə bu trendə qoşulun və yaxud da bunu edin Mən və ona s. 2 dəfə də eşidirəm. Hə, Ona görə bir barmaqla qulaq asıram. hə, elə bir şeylər də var. Ona görə yəni tamam dediyim kimi ola bilər əyləncə üçün. Bir də baxır işinizə təbii ki. Məsələn biz duraq deyək ki, bu gün Lamiyə ilə bütün trendlərə və ya ümumiyyətlə trendlərə qoşuluruq. Qoşula bilmərik. Bizim işimiz tam başqa hissədədir. Amma başqa bir iş sahibləri hər hansı bir əyləncəli, maraqlı, nə bilim pozitiv bir trendlərə təbii ki, qoşula bilər. Niyə də yox? Sadəcə bunun həqiqi mənada təhlükəsini və ətrafdakı insanlara psixoloji olaraq və ümumiyyətlə sizə psixoloji olaraq necə təsir edəcəyini də bir ölçməyə ehtiyac var. Mən psixoloqları dedin, o psixoloqların da maraqlı qoşulduqları var idi bu yaxınlarda. Hətta bizim bir dostumuz da eləmişdi bunu. Psixoloqların ani verdiyi qərarlarla bağlı. Məsələn, gülməli bir video idi. Çox da maraqlı idi. Yəni heç bir şey də pozulmamışdı, etik məsələlər. Hə, yəni etik bunu demək istəyirəm. Etik məsələlərə pozulmadan, çünki mən indi o videonu xatırlamıram, o bizim görmüşəm, onu xatırlamıram. Mən indi daha çox psixoloqların elə özlərinin trendlərə qoşularaq, amma o trendlərin bizim işimiz üçün etik olmadığı üçün daha çox qeyd etdim. O başqa belə əyləncəli olanları var. Kimsə onsuz da o tərəfdə işimiz yoxdur bizim. Bizim işimiz bu tərəfdə hansı ki, insan sağlamlığı üçün təhlükə törədir və bunun fərqinə varmır həmin insanlar və bizim danışdığımız trendlər də bir tərəfdən absurd olan trendlərdir. Bu gənclər, yeniyetmələr arasında yayılanlar, yetişkinlər arasında da hansı ki, fərqli başqa mesajlar göndərmək istədikləri halda tamamilə yanlış mesajlar qarşı tərəfə göndərmələridir. O yetişkinlərə baxan gənclər də onlardan nümunə götürürlər, hansı ki, onların like sayıları, izləmə sayıları çox yüksəkdir və onlardan bir nümunə götürərək bir ideal eləyə bilərlər ki, məsəl üçün mən də onun kimi olacağam kimi və yaxud yanlış rol model olaraq formalaşdıra bilər digər gənclərdə, yeniyetmələrdə. Ona diqqət eləmək lazımdır. Məncə sosial mediadan istifadə eləmək bir yerdə məsuliyyət tələb edir. Hansı ki, müəyyən sahələrdə çalışan insanlar var ki, onlar çalışmalıdırlar ki, qarşı tərəfə faydalı bir şeylər ötürsünlər. Hətta səhv eləmirəmsə, TikTokla bağlı hansısa bir nazirlik bir layihə eləmişdi. Faydalı video çəkənlərə mükafat təyin eləmişdi. Çox yaxşı bir şeydir. İstəyirlər ki, oradakı kontenti dəyişsinlər. Amma təəssüflər olsun ki, bildiyim qədər alınmadı bu. Təbii ki, burada bizim dediyimiz hansı ki, sosial şəbəkədə absurd şəkildə fəaliyyət göstərən və normadan artıq davranışlar sərgiləyən insanların əlbəttə ki, reallıqla aralarındakı əlaqə pozulub. Bu psixoloji problemdir. Biz artıq reallıqdan uzaqlaşmışıqsa, reallıqla əlaqəmiz pozulubsa, bu fərqli şəkildə psixoloji problemlərə gətirib çıxara bilər. İnsan bir yerdən sonra təbii ki, bayaq dediyim kimi, real həyatda qəbul edilməyib, birdən-birə sosial şəbəkədə qəbul edilməsi və hətta orada belə bir şey var. Bir videonu çəkdisə və bunu ilə ön plana çıxdısa, çalışır o videonu təkrar çəksin. Fərqli artıq yaradıcılıq forması yoxdur orada. Çalışır təkrar eyni like alsın, eyni save alsın, izləyicisi çoxalsın. Eyniliklə irəliləmək istəyir. Bu artıq yəni düşüncədən, orada düşüncənin olmadığı məlum məsələdir. Orada sadəcə bir qazanc güdülür, ya bu maddi qazancdır, ya da ki, həmin insanın həzz qazancıdır. Çünki məlum məsələ bir asıllıq var, bir dopamin var, serotonin var, o hormonların ortaya girməsi. Adi bunu nümunə çəkə bilərik ki, biz bilirik ki, bir neçə insan var ki, hətta onların adı daimi şəkildə çəkilir ki, məsələn, onlar məsuliyyəti cəlb olunurlar hər dəfəsində. Və baxmayaraq ki, məsələn, düşünürsən ki, bir insan bu işə görə məsuliyyəti cəlb olunursa, bir kənara çəkilər, bir özünə çəki düzən verər. Amma baxırsan ki, yox, davam edir. Ona görə deyirəm, məsuliyyət önəmlidir. Ona görə, yəni burada artıq o düşüncə hissəsi və sair hissəsi qalıb bir kənarda.
İnsan sadəcə o həzz hissəsində və sadəcə gəlir hissəsindədir. Orada qırılma vaxtları olur, hansı ki, müəyyən bir zaman artıq deyək ki, izləyici sayının azalması, əvvəlki kimi reyslərin qabağa çıxmaması, bəyənilməmə, like sayının azalması insanlarda artıq o depressiv ruh halı, depressiya belə gətirib çıxarır və yaxud daimi olaraq da tənqidə məruz qalması. Çoxları çıxır bunu ilə bağlı video çəkir, paylaşır ki, mən artıq bunlara dözmürəm, siz məni doğru qəbul etmirsiniz və onların öz izləyici kütlələri ilə qarşı-qarşıya gəlib oyuna savaşma içərisinə daxil olurlar. Təbii ki, bu insanlar tükənmişliyi yaranacaq rahat şəkildə, depressiyası yaranacaq, daimi bir təşvişdə ki, mən bu gün nəsə paylaşmalıyam, nəsə etməliyəm. Yəni fərqli-fərqli psixoloji problemlər, yəni emosionallığı eyni zamanda qoruyub saxlayır. Yəni tənqid gəlsə belə, bilir ki, buna tənqid gələcək, sağlam insan. Yox, sağlamı demirəm hal-hazırda. Məsələn, daha öncə dedin, biz indi trendlərdən danışırdıq. Daimi trendlərə qoşulan, hətta oradan məsələn tənqidlər gəlir və s. Amma artıq buna öyrəşibdir. Bu onun üçün bir konfor zonadır. Bu onun üçün bir gəlir yeridir. Daimi baxırsan ki, məsələn, canlılarda dalaşır və s. nə bilim. O TikTok platforması üzərindən yəqin ki, deyirsən. Və başqa bir şeylər yaşanır, amma bunu davam edir. Hətta bunun üçün absurd hərəkətlər eləyən və getdikcə bu hərəkətlər absurd deyirik. Absurdun absurd, yəni fikirləşirsən ki, bundan o tərəfə heç nə ola bilməz. Məsəl üçün dəyərlər aradan qalxır. Bunu qeyd eləmədik. Bizim yəni dövrümüzün müəyyən bir dəyərləri, bizdən öncəkilərin bir dəyərləri var idi. Amma hal-hazırda o dəyərlərin də həm şəxsi dəyərlərin, həm cəmiyyət olaraq dəyərlərin o aradan qalxması təəssüflər olsun ki, bizi yaxşı bir yerə aparmır. Və bu insanlar hansı ki, o sənin dediyin kimi maddiyyat qazanmaq üçün, həzz almaq üçün o pis gələn rəyləri belə yaxşı olaraq qiymətləndirirlər. Üstəlik həmin o rəylərin gəlməsi bir şey qazandırdığını görəndən sonra bunu daimi olaraq pis obraza girib həmin obrazı davam elətdirirlər. O demək deyil ki, indi Instagramda çox mükəmməl bir həyat göstərildiyi halda səhv eləmirəmsə TikTok üzərindən tam əksi o neqativ obrazları canlandıraraq müəyyən bir hekayələr, səhnələr quraraq daha çox pul qazanmaq üçün bunu edə bilirlər. Nə yazıq ki, bizim dəyərlərdən deyirik, biz indi dəyərləri aşağı salanda elə biz əslində bir dəyərlər görmüşük. Bu dəyərlərlə böyümüşük və biz əslində bu dəyərləri hal-hazırda mən indi sağlam dəyərlərdən deyirəm də öz uşaqlarımıza ötürməliyik ki, biz öz uşaqlarımıza ötürməli halda həmin insanlar bizim yaşımızda və bizim yaşımızdan kifayət qədər böyük insanlar çıxıb bu dəyərləri tamamilə aşağı salırlar, tamamilə yox edirlər və bunu ən çox izləyənlər də gənclər olur. Bizim burada nə tövsiyə və yönərgələr eləyə bilərik, yönləndirmə eləyə bilərik? Daha öncə valideynlər üçün belə dedik, bunu unutmayaq ki, biz hər birimiz birincisi öz övladımız üçün və ümumiyyətlə evimizin içində fərqi yoxdur, övladımız üçün, yoldaşımız üçün, valideynimiz üçün biz bir nümunəyik. Mən gedib valideynimin yanında məsələn telefonla oturamsa avtomatik o da oturacaq. Mən əgər istəmirəmsə o otursun, gərək mən ondan məsələn söhbət edeyim və s. Doğrusu nədirsə ona göstərmək öncə mən. Göstərərək və əsas məsələni də demək istəyirəm. Biz indi deyirik o videolar viral olur və yaxud da nə bilim izləmə sayı və s. Unutmayaq ki, o izləmə sayıların içində biz də varıq. Ki biz bugün, biz deyəndə ümumi deyirəm, biz bugün açıb o videonu baxıb lağlağaya qoyursa belə fərq etmir. Mən onu açıb baxıramsa, ora bir komment yazıramsa, fərqi yoxdur, bu pozitivdir və yaxud da negativdir. Mən artıq onun üçün bir təkan verdim ki, okey, bu işdən sən qabağa gedəcəksən. Yəni bunda özümüz də məsuliyyət daşıyırıq. Yəni bəyənərək, kiməsə göstərərək və yaxud özümüz bunu eləyərək sadəcə o normaların fərqinə varmaq, düşüncə üzərində qalmaq, düşünməyi bacarmağı formalaşdırmaq, emosiyaların idarə edilməsi xüsusilə və əgər bunu tək başına bacara bilmirsinizsə və belə bir problemlər yaşayırsınızsa, bizim bayaq sadaladığımız istəyir depressiyası olsun, tükənmişliyi olsun,
ümumi olaraq təşviş olsun və yaxud valideynsiz, övladınızla necə rəftar eləmək lazımdır, xüsusən də yeniyetmə övladla necə davranmaq lazımdır və Çox üzr istəyirəm, sözünü kəsirəm. Bu o deməkdir ki, bu gün biz bu videonu izlədik. Mən gedim uşağımın əlindən gadjeti alım tamamilə və deyim ki, vəssalam, bundan sonra sən bunu istifadə eləməyəcəksən. İstifadə etməyəcəksən, daha ağır və daha belə çətin şeylərlə qarşılaşmış olacaqsınız. Biz burada əslində demək istədiyimiz doğru istifadə nə deməkdir? Çünki bugün istəyir sosial mediasından tutmuş, internet bizim həyatımızdadır, həyatımızın böyük bir parçasıdır. Bugün biz də bu videonu çəkib YouTube üzərindən paylaşacağıq. Baxır ki, necə faydalı bir kontent yarada bilərik və yaxud da həqiqi bir əyləncənin keyfiyyəti var. Yəni o demək deyil ki, biz mütləq ki, iş görməliyik, iş paylaşmalıyıq. Yox, əyləncə, keyfiyyətli bir əyləncədən söhbət gedir, keyfiyyətli mizahdan söhbət gedir. Və bunları doğru şəkildə dəyərləndirib onun üzərində çalışmaq. Yəni nə qədər bunun üzərində dayansaq və ilk özümüzdən başlasaq bu işə, məncə bir qatqıda buluna bilərik cəmiyyətimiz üçün. Və digər o yarıda saxladığım məsələ, bu problemləri, psixoloji narahatçılıqları yaşayırsınızsa, asılılığınız varsa internetdən və yaxud bu trendlərə qoşulmusunuz və müəyyən bir fəsadlar görmüsünüzsə, mütləq ki, mütəxəssislə çalışmağınız önəmlidir, dəstək almaq önəmlidir. Çox vaxt deyirik ki, bayaq dediyimiz nümunədən yola çıxaraq mən makiyajımı da eləyəcəm, ağlayacam da. Bu bir yerdə təbii ki, bir-iki dəfə sizə köməklik göstərmiş ola bilər, bir-iki dəfə motivasiyanız yerinə gəlmiş ola bilər, amma demək deyil ki, hər kəsə bu şəkildə kömək göstərə biləcək. Bəzi insanlarda həqiqətən də dediyim kimi problem yoxdursa, biz o narahat deyilsə, biz bundan ümumiyyətlə narahat deyilik. Əsas odur ki, bu məsələlər şəxsin özünü narahat etdiyi halda, şəxs özü deyəndə ki, məndə belə bir problem var, mən müraciət etmək istəyirəm. O ilə biz daha çox fayda əldə edirik, nə ki, məcburi şəkildə bura gələndə. Yəni belə. Mənim deyəcəyim bu qədər. Mən də düşünürəm ki, kifayət qədər dedik. Yenə də suallarınız olarsa, əlavələriniz olarsa, videonun altına qeyd edə bilərsiniz. Özünüzə yaxşı baxın, izlədiklərinizə yaxşı baxın. Qəşəng idi bu. Və övladlarınıza yaxşı baxın. Görüşərik.